Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yağıntı olma ehtimalı var. Əsasən də günün birinci yarısında yağıntılar öz əksini tapacaq. Amma bu yağıntılar qeyd elədiyimiz kimi son 2 gündə baş verən yağış, sulu qar bu kimi yağıntılar olmayacaq. Qısa müddətli yağıntılar olacaq. Əsasən yağış yox, daha çox qar özünü göstərəcək. Amma bu sulu qar şəklində olmayacaq və günün ikinci yarısından etibarən yağıntılar tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək. İlk olaraq 8-13 metr/saniyə sürətlə və güclə başlayacaq. Daha sonra günün müəyyən hissələrində, səhər saatlarında da müəyyən dərəcədə özünü göstərəcək. Günorta və axşamda isə daha çox öz əksini tapacaq. Belə ki, 15-18 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu dünənə nəzərən 2 dərəcəyə qədər artıb. Belə ki, 6 dərəcə isti hava şəraiti gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət isə 65-75% olacaq. Bölgələrimizə başlayırıq. Belə ki, Naxçıvan şəhəri, Culfa, Ordubad, Şahbuz, Şərur, Sədərək bu ərazilərdə bugün yağıntılar olma ehtimalı var. Arabir duman olacaq. Gecə və səhər saatlarında yağıntılar özünü daha çox göstərəcək. Amma müəyyən ərazilərdə axşama doğru yağıntıların kəsmə ehtimalı da çoxdur. Bu yağıntılar içərisində təbii ki, müəyyən dərəcədə yağışlı hava şəraiti, eyni zamanda sulu qar və dağlıq ərazilərdə qar yağma ehtimalı daha çoxdur. Havanın temperaturu 7 dərəcəyə qədər isti olacaq. Qərb küləyi əsəcək. 15-20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də bəzi yağıntılı hava şəraiti ola bilər. Yəni ümumilikdə yağıntılar görünə bilər. Sulu qar, yağış və dağlıq ərazilərdə qar yağma ehtimalı daha çoxdur. Bəzi zamanlarda günün gedişatında intensivləşəcək, lakin axşama doğru yağıntılar tədricən kəsilə bilər. Arabir duman olacaq, qərb küləyi əsəcək, 15-20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu isə 5 dərəcəyə qədər isti olacaq. Eyni hava şəraiti demək olar ki, özünü Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan bu ərazilərdə də göstərir. Belə ki, yağıntılar olma ehtimalı var. Dağlıq ərazilərdə daha çox bu öz əksini tapacaq. Qərb küləyi əsəcək, 20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Havanın temperaturu 6 dərəcəyə qədər isti olacaq. Yağıntılar gecə saatlarına doğru kəsilmə ehtimalı var. Qərb bölgəsindən keçid alırıq. Qərb bölgəsində də qərb küləyi əsəcək, 15-20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Bəzi ərazilərdə yağıntılar əksini tapacaq. Belə ki, yağış və sulu qarla əvəz olma ehtimalı çoxdur. Dağlıq ərazilərdə bu bölgələrimizdə əks etdilən qarlı hava şəraiti daha çox öz əksini tapacaq və havanın temperaturu 6-7 dərəcə aralığında dəyişəcək. Şimal bölgəsində isə ümumilikdə dağlıq ərazilərdə hava gedişatının dəyişikliyi olacaq. Belə ki, yağıntılar ən çox özünü bu ərazilərdə göstərəcək. Qar yağma ehtimalı daha çoxdur. Sulu qardan ziyadə qarlı hava şəraiti daha çox öz əksini tapacaq və qərb rayonlarından başlayaraq yağıntılar bu şəkildə kəsiləcək. Yəni ilk olaraq qərb ərazilərindən, qərb bölgələrindən, rayonlarından gələn yağıntılar tədricən kəsiləcək və bütün bölgə ərazisində də kəsintilər davam eləyəcək. Arabir duman olacaq. Havanın temperaturu müəyyən saatlarda, müəyyən gedişatda 6-7, bəzən 10 dərəcəyə qədər yüksələ bilər. Lakin dağlıq ərazilərə daxil olmaqla günün ikinci yarısından etibarən şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Keçid alırıq digər bölgəmizə, Mərkəzi Aran bölgəsinə. Mərkəzi Aran bölgəsində də yağıntılar gözlənilir. Xüsusilə də yağış və sulu qar olma ehtimalı daha çoxdur. Arabir duman ola bilər. Havanın temperaturu müəyyən dərəcədə dəyişəcək. Belə ki, 7-9 dərəcə aralığında dəyişəcək. Lakin axşam saatlarında şaxtalı hava şəraiti ilə əvəz olunacaq və axşama doğru yağıntılar tədricən kəsiləcək. Küləyin istiqaməti biraz arta bilər ki, bu da şaxtalı hava şəraitini daha da gücləndirəcək. Belə ki, qərb küləyi əsəcək, 15-20 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Bəzən 15-18 metr/saniyə sürətlə və güclə davam eləyəcək. Son olaraq deməli cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində şimal-şərq küləyi əsəcək, 15-18 metr/saniyə sürətlə və güclə hərəkət eləyəcək. Amma əsasən 5-10 metr/saniyə sürətlə və güclə başlayacaq. Günün müəyyən hissələrində 18 metr/saniyə sürətlə və güclə arta bilər. Dağlıq ərazilərdə qar yağma ehtimalı çoxdur, lakin cənub bölgəsində xüsusi bir hava şəraiti var ki, sulu qar və qardan ziyadə yağışlı hava şəraiti daha çox özünü göstərəcək. Xüsusilə də leysan yağışlar olma ehtimalı çoxdur. Günün müəyyən hissələrində intensivləşəcək, axşama doğru isə yağıntılar kəsilə bilər. Havanın temperaturu dağlıq ərazilərdə və ümumi bölgə ərazisində biraz fərqlənəcək. Dağlıq ərazilərdə şaxtalı hava şəraiti 0-3 dərəcə aralığında daha çox özünü göstərəcək. Bölgə ərazisində isə 6-7, bəzən 10 dərəcəyə qədər isti olsa da, yenə günün ikinci yarısına etibarən bu şaxtalı hava şəraiti ilə əvəz olunacaq. Belə.
bu günə, bu tarixə olan, günün gedişatına aid olan həm paytaxtımızda, həm də bölgələrimizdə davam edən hava şəraiti bununla bərabərdir və bu kimi informasiyalarla doludur. Biz də çalışdıq ki, bütün bu informasiyaları, məlumatları sizə vaxtında çatdıraq ki, günün gedişatını buna uyğun tənzimləyə biləsiniz. Əsas odur ki, havanın gedişatı necə olursa olsun, əhval-ruhiyyəniz daim gözəl olsun və gün sonuna qədər davam eləsin. Biz isə indi qısa bir fasiləyə ayrılırıq və daha sonra proqramımız da öz axarında davam eləyəcək.